Bəzən insan haqqında ən çox danışan onun sözləri yox, yanında döyüşən insanların xatirələri olur. Cəfərov Vüqar İnşallahoğlu da silahdaşlarının yaddaşında qorxunu deyil, irəli getməyi seçən, sonadək mövqeyini tərk etməyən döyüşçü kimi qalıb. O, 23 mart 1991-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilini Bakının Nizami rayonunda yerləşən 70 sayılı məktəb liseydə alıb. Uşaqlıq illərindən idmana və hərbi xidmətə maraq göstərib. Orta təhsilini başa vurduqdan sonra 2009-cu ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Vüqar Cəfərov 2011-ci ilin aprel ayınadək xüsusi dövlət mühafizə xidmətinin Milli Qvardiyasında xidmət edib. Hərbi xidməti başa vurub mülki həyata qayıtsa da, hərb peşəsindən uzaqlaşmayıb. Yenidən ordu sıralarına dönmək qərarı verib. O, daxili qoşunların Bakı şəhərində yerləşən Ensalı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 2011-ci ilin oktyabr ayından etibarən hərbi hissənin Kobra şərti adını daşıyan xüsusi təyinatlı dəstəsinin xüsusi həmlə qrupunda pulemyotçu vəzifəsində xidmət edib. Vüqar Cəfərov 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Silahdaşları ilə birlikdə Murovdağ silsiləsi, eləcə də Füzuli və Cəbrayıl istiqamətində aparılan əməliyyatlarda iştirak edib. Döyüş yoldaşlarının xatirələrində qətiyyətli, çevik qərar verən və ən çətin anlarda belə geri çəkilməyən döyüşçü kimi xatırlanıb. Silahdaşlarının söylədiklərinə görə, son döyüşlərindən birində yaralanmağına baxmayaraq döyüş mövqeyini tərk etməyib. Tapşırığın yerinə yetirilməsini davam etdirib, sonadək mübarizə aparıb. O, 5 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Vüqar İnşallahoğlu Cəfərov hərbi memorial məzarlığında dəfn olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Cəfərov Vüqar İnşallahoğlu ölümündən sonra Vətən uğrunda, Kəlbəcərin azad olunmasına görə və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.